Hamınızı salamlayıram. Gəlin bugün birlikdə çox maraqlı bir mövzuya baxaq. Bilirsiniz, yarım ilin sonu adətən bir sürü inzibati iş, qiymətlərin yazılması deməkdir. Amma əslində bu anı şagirdlər üçün inanılmaz dərəcədə güclü bir motivasiya mənbəyinə çevirə bilərik. Bəs necə? Gəlin araşdıraq. Yaxşı, gəlin bir anlıq özümüzə bu sualı verək. Qiymətlər yazıldı, gündəliklər bağlandı. Bəs sonra? Şagirdin yaddaşında, ürəyində bu yarım ildə nə qalır? Məhz bu sualın cavabı bizim onlarla son ünsiyyətimizin nə qədər dərin emosional təsirə malik olduğunu göstərir. Bəli, deməli yarım ilin sonu sadəcə qiymətlərdən ibarət deyil. Bu əslində çox kritik bir emosional nöqtədir. Şagirdin məktəb haqqındakı bütün xatirələrini formalaşdıran bir an. Yəni bir düşünün, məhz bu son anlarda müəllimin hər bir sözü, hər bir hərəkəti şagirdin beynində o böyük sualın cavabını yaradır. Məktəb mənim üçün nədir? Bir cəza yeridir, yoxsa inkişaf etdiyim bir məkan? Yaxşı, gəlin indi bu məsələnin əsas konseptinə, yəni pozitiv enerji dövriyyəsi nəzəriyyəsinə daha dərindən baxaq. Bu çox sadə, amma bir o qədər də güclü bir fikirdir. Deməli, nəzəriyyə əslində bunu deyir. Sizin bir müəllim olaraq yarım ilin sonunda şagirdə verdiyiniz enerji, onun tətilə hansı əhvalda getdiyini müəyyən edir və daha da vacibi, tətil bitəndə sinfə hansı enerji ilə qayıdacağını, yəni nə əkiriksə onu biçirir. Və ən maraqlı məqam da məhz budur. Bu prinsip çox vacibdir. Məktəbdə, sinifdə yaratdığınız o pozitiv enerji heç vaxt itmir. O sadəcə dövr edir və sonda şagirdləriniz vasitəsilə sizə geri qayıdır. Yaxşı, bəs bu enerjini necə yaradaq? Gəlin indi tam praktik məsləhətlərə keçək. Əvvəlcə, sözlərin o inanılmaz gücünə fokuslanan 3 konkret strategiyanı müzakirə edək. Bu 3 üsulda əslində çox sadədir. Amma inanın, təsirləri gözlədiyinizdən qat-qat böyük olacaq. Birincisi, qiymətlərlə enerji vermək. İkincisi, o zərərli müqayisəni kənara qoyub inkişafa fokuslanmaq. Və üçüncüsü, kiçik, amma səmimi bir təşəkkürün gücü. Baxın. Birinci strategiya belədir. Qiymət sadəcə bir rəqəm deyil. O, eyni zamanda bir mesajdır. Bir 4 və ya 5-in yanına yazdığınız "Bu yarım ildə sənin cəhdini görmək mənə zövq verdi" kimi kiçik bir cümlə, şagirdin daxili motivasiyasını necə oyadır, təsəvvür edə bilməzsiniz. O, özünü dəyərli hiss edir. Bu müqayisə isə ikinci strategiyanı mükəmməl izah edir. Sinifdə ən zəifsən, demək, birbaşa enerji qatilidir. Amma onun əvəzinə desək ki, gəl birinin əvvəlinə baxaq, nə qədər irəliləmirsən? Bu, tamamilə fərqli bir yanaşmadır. Yəni, biz şagirdi başqaları ilə yox, özünün dünəni ilə müqayisə edirik. Bu isə bütün enerjini o dağıdıcı yarışdan alıb şəxsi inkişafa yönəldir. Möhtəşəm deyilmi? Və gəldik üçüncüyə. Bəlkə də ən güclüsü budur, minnətdarlıq. Çünki təşəkkür etmək enerjini sadəcə ötürmür, o enerjini dəfələrlə artırır. Hər hansı bir şagirdə, məsələn, dərslərdə bəzən çətin anlarda göstərdiyin səbrə görə sənə təşəkkür edirəm demək, bu onun özünü görülmüş və dəyərli hiss etməsinə səbəb olur. Və bu hiss, inanın, onun məktəbə bütün baxışını dəyişə bilər. Yaxşı, sözlərdən danışdıq. İndi isə gəlin biraz fərqli strategiyalara baxaq. Bu dəfə təkcə nə dediyimiz yox, yarım ilin sonunu bir təcrübə olaraq necə çərçivələdiyimiz önəmlidir. Bu çox incə bir məqamdır. Şagirdlərə tətilin məktəbdən bir qaçış kimi yox, növbəti mərhələ üçün bir enerji toplama dövrü kimi təqdim etmək lazımdır. Yəni məqsəd yorulub qaçmaq deyil, əksinə güc toplayıb daha yaxşı qayıtmaqdır. Bu, onların zehni tarazlığı üçün çox vacibdir. Son dərs. Adətən son mövzular təkrarlanır və ya tapşırıqlar verilir. Amma bunun əvəzinə belə bir sual versəniz necə olar? Bu 6 ayda məktəblə bağlı yadında qalan ən yaxşı şey nə oldu? Bu kiçik sual son dərsi bir anda dərsdən çıxarıb hər kəs üçün müsbət bir emosional anıya çevirir. Yarım il müsbət bir notla bitir. Və unutmayaq ki, bu proses təkcə şagirdlə bitmir. Bu pozitiv enerjini bir addımda irəli aparıb valideynlərə ötürmək olar. Təsəvvür edin. Valideynə, övladınız bu dövrdə sinfə çox pozitiv təsir göstərdi kimi qısa bir mesaj göndərirsiniz. Bu, bütün məktəb, şagird, ailə üçbucağını gücləndirən möhtəşəm bir addımdır. Yaxşı, gəlin indi bütün bu dediklərimizi bir yerə yığaq və baxaq görək bütün bunlar növbəti yarım ilin başlanğıcı üçün niyə bu qədər həyati əhəmiyyət daşıyır? Dövr necə tamamlanır? Yadda saxlayaq ki, bütün bu səylərin arxasında çox sadə bir məntiq var. Çünki bizim onları tətilə hansı əhval-ruhiyyə ilə yola salmağımız, onların bizə hansı əhval-ruhiyyə ilə qayıdacağını birbaşa müəyyən edir. Bu, sadə bir səbəb-nəticə əlaqəsidir. Bu, həmin enerji dövriyyəsinin özüdür. Bəs bu strategiyaların real əyani faydaları nələrdir? Bax bunlardır. Pozitiv enerji ilə yola saldığımız şagird, yeni yarım ilə daha motivasiyalı, özünə daha çox inanan və ən əsası,
öyrənməyə daha açıq bir şəkildə başlayır. Bu da bizim, yəni müəllimlərin işini həm asanlaşdırır, həm də daha mənalı edir. Elə isə, bugünkü söhbətimizin əsas fəlsəfəsini belə ümumiləşdirə bilərik. Hədəfimiz təkcə akademik nəticələr olmamalıdır. Hədəf eyni zamanda şagirdin yaddaşında qalacaq o gözəl, müsbət hisslər və təcrübələr olmalıdır. Sonda isə birbaşa sizə müraciət etmək istəyirəm. Bir anlıq düşünün. Bu tətildən əvvəl şagirdlərinizlə və ya övladınızla paylaşacağınız o bir müsbət mesaj nə olacaq? Öz pozitiv enerji dövriyyənizi başlatmaq üçün ilk addımınız nə olacaq?